Salam hörmətli izləyicilər, axşamınız xeyirli olsun. Yanvar ayının 3-də Ordubad rayonunun TV kəndindən görüntülərimiz nəhayət ki imkan eləyib video çəkməyə başladıq. Axşam tərəf inəkləri suvaracam. Havada soyuqdur, Ayhan da gəlir tövləni yemləsin. Bundan belə videomuzun qəhrəmanı Ayhan olacaq. Belə soyuq havalarda bilmirəm inəkləri aparaq yoxsa qalsın. Safir doğacaq. Bu günə qədər hələ bir şey yoxdur. Bugün axşama qədər hava istinməyib. Bir balaca şiferdəki qar nəmsidir, istədi damcıldasın. O da təkrar dondu. Gecə -9, -12 dərəcə şaxta olur. Ancaq bu şaxta Bakının müsbət hərarətindən isti gəlir mənə. Orada külək soyuq havanı, nəm qarışıq çırpır adamın sifətinə. Sifət göm-göy göyərir. Şövqü də gözə dəymir. Yerşumla maşını montaj eləyiblər həyətdə. Üzüm talvarın altına qoyub, üstünə də bir salafan örtüb. Deyirdim ki, qar yubansa, yağmasa həyət bazanı bir dəfə belləyək. Yazda hazır olsun. Ayhan əl arabası ilə gəlir. Geyinib, kecinib. Ayağında uzun rezin çəkmələr. Gözəl də bir kurtkası var. Tövliyə elə bir gəzintiyə gəlib. Salam Ayhan, axşamın xeyirli olsun. Reverans eləyirsən izləyicilər qarşısında, yoxsa ayağın sərtdir? İnəklər aşağısına aparım suvarmağa, əgər atacaqsa işləri sən bilirsən. Mən kələfin uzun itirmişəm. Bilmirəm hardan başlayayım, harda bitirim. Ayhan, bu tində gözləyirəm. Buzovların suyunu ver, inəkləri gətir aparım suvarmağa. Sözdə aparım suvarmağa, inəklər yolunu da tanıyır, yolağanı da. Mən sadəcə onların arxasında biraz gedəcəm ki, gözəl video görüntülər alım. Qarşıma da bir adam çıxsa, söhbət eləyək. Məhəllədəki suların bir qismi dolu, bura su gəlir. Şövqünün suyu yayda gəlmirdi, qışda gəlməyə başlayıb. Yəqin xəttin gözünə baxıb, ötürüb hovuza, deyəsən kərdi küləni suvarmaq istəyir. İndi nə qədər çox həyətə su gəlsə, o qədər yaxşıdır. Su basar aşağıdan, çeşmədən çıxar. Biz də ondan istifadə eləyərik. Payızda nə qədər həyət bacalar suvarılsa, o da yaxşıdır. Küçədə yolla sürüşmüyor uşaqlar. Sanka izləri belə yoxdur. Bəlkə sabah onları başıma yığım, bir yarışma təşkil edək. Əgər o videomuza baxanlar varsa yorumlarda yazsın. Özüm də oturmuşdum Sankada. Kameramı da işə salmışdım yuxarıdan, 150-200 metr yuxarıdan. Otururduq. Həsənin sankası yaxşı sürüşürdü. O birilərin atdığı alçaq idi. Qara ilişirdi, getmirdi.
Havalar dekabr ayında quraq keçdi. Ümidlərimiz üzülmüşdü ki, bu qışda qar az yağacaq, yağmayacaq. Nə qədər çox qar, o qədər çox su. Hava soğuk olsa da deyəsən qoyun sürüsü gedib. Yolda qoyunların dırnaq izləri var. Hərəkət eləsə heyvan çöldə ona soyuq təsir eləməz. Sarı qayada açılıb. O qədər qar da yoxdur ki, heyvanlar ot tapa bilməsin. Otların baş hissəsi çöldədir. Təkcə o qalır ki, çoban sürünü otlu yerə aparsın, günəyə aparsın. Düzdür, günlər qısadır. Tezdən bəlkə 9-da onun yarısı çıxar axşamda. Saat 4-də dönməlidir. Axşam tərəfi gün bata-batda. Günün qarşısı ilə möhkəm sazaq gəlir. Çobanı da yandırır, yaxır, qoyunu da keçinir. Ayhan nə qədər güclənibsə 20 litrlik suyu 1 litr kimi tutub. Qaldır məşq elə, idman elə görüm, qaldır yendir. Hatta. Yox, çox güclənmişsən. Çıxaq görək nəylər. Yaxşı gözləyirəm sən. Maşa, neçə vedrə içir? 2 vedrə içir Maşa. Yox, kərəsi bir yarım. Mişa. Kərəsi bir yarım. İzləyicilərimiz intizarla gözləyirlər ki, nə vaxt bu zor dünyaya gələcək. Tezləşdirə bilməzsən bu işi. Safirdən aslında, mən bilməyim. On litr suya nə qədər isti su qatırsan? Bilmirəm. Qabın ədmini bilmirəm, bir qabdır. Sən icraçısan da. Hazırın gətirirsən, inəklərə verirsən. İnəklərə yox, dana sayılır da bunlara. Bir yaş tamam olub mu aşam? Bir yaş. Keçən sən gələndə doğulmuşdu. Yox, mən gələndə oldu. Damazlıq saxlayacaq maşam. İnəkləri asırsan, çıxın çöldə gözləyir. Ha. Tamam. Ayhan bir dənə də ağaç ver, qorxudum. Yoxsa belə yavaş-yavaş gedəcəklər. Vaxt çox gedəcək. Dəysinlər dəriyə, su içsinlər, qayıtsınlar. Gətir ağacımı ver. Ver. Sən gəlsən? Mən getməliyim də. Getmək istəyən gəl, videoda davam elə gəl. Oh! Safirin qarnı burnundadır. Ancaq doğmuş. 2 aydır ki, süd deyirik. Süd axtarırıq, yoxdur. Ohohoho! Yavaş getməyin. Ayhan, sən də gəldin. Eyb yox. Gedə səndən biraz müsahib olaq görək. Mənim yoxluğumda 3-4 gün müddətində nə inəmişsən, nə yeniliklər var. Çox yenilik. Hansı çətinliklərlə qarşılaşmışsan? Qarı təmizləməyi unutmuşdu, ona görə həyətləri kitləmək biraz çətinləşmişdi. O qədər qarı yoxdur, çətinlik çəkməz. Dünən ona görə biraz təmizlədim ki, rahat gedib yola. Ağza qanadı qalınlıqsa qar. Ya da qarışqanın aşığındandır. Çəkəndə topuğundan.
Elə bir deyim var, deyir, Araz aşığımdandır, Kür topuğumda. Bu adam nə böyüklükdədir. Araz aşığından Aşıq ayağına qıçın birləşdiyi yerdir. Topuqda dizdən aşağı, elədir. Arazında daha dərin olur. Araz aşağı, aşıqdan da, aşıq aşağıda da. Buradan o tərəfə özlər gedəcək, yoxsa Hə, gedim. Biraz da aşıq yarısı. biz onları müşahidə eləyək. Başqa inəklər gəlmir, vuruşarlar. Safir getirib, yıxılar, balası xəsarət alır. Mən başqa inəklərlə qarşılaşdırınca heç nə yox. Başda özləri də bilirlər ki, savaşmayacaq. Su içməyə çaya gedirlər, yoxsa dəriyə? Heç getməmişim. Buradan ötürüb qayıdırdım deyə. Sən də mən günlüsən. Qayıdıb tez tabanı təmizləyirdim. Çalışırdım tez buraxım. Keş qarşıya. Günəş ilə ay eyni anda görsənsin. Ay sənsən də, baxır o tərəfə görsün ki, ay kimdir. Günəş, bir də ay. Neçə gündür gəlmişsən kəndinə? 15. 15-dən çoxdur, 17 olabilir. 18 gəlməmsən. 18 yox. 13 gün oradan, 3 gün də buradan, 16 gün. 16 günündə qalır. Hə. Xeyli tətilin varmış sən. Darıxırsan məktəbdən, tələbə yoldaşlarından yana. Biraz azalıb. Özləm azalıbdır. Nə azaldı mı? Alışqanlığa alışmısan belə həyata. Hə. Əşki yazışıb eləyirsən onlarla, danışırsan. Sıxlıq azalıb. Tələbə yoldaşların hamısı Bakıdadır, yoxsa tətilə gedən də var, Şaxdağa gedən var. Hamısı Bakıda. Tətildə nəyə gəlirsən kəndə? Qal orada get Şaxdağa. Ora, bura. Səndən getməyəndən sonra mənə. Mən də gedə bilmirəm ki, mənim ələyim ələnib, xəlbirim də göydə fırlanır. Ona görə gəlirəm bura ki, səndən gedim. Elə belə gəzib video çəkib danışmağıma baxma. Həyat eşqi çox azalıb. Deyəsən elə bir əsər var, həyat eşqi. Bəlkə ki də tapaq oxuyaq, Tolstoydu yoxsa hansısa Rus yazıçının olmalı. Bu müddətdə təsərrüfat işlərindən başqa nə işlərlə məşğul olmusan? Kitab oxumaq, hansısa bir filmə baxmaq. Filmə yox, bir dənə kitaba oxuyuram hər şey. George Orwell'in 1984. 1984, mən də o 5 səhifəsini oxumuşum. Mən də 30 səhifəsini. İkimizinki bir yerdə 35. Nədən bəhs eləyir? Elə bir zamandadır ki, gələcəyin hekayəsidir. O vaxt 40-41-ci ildə nəsə də yazılıbsa, gələcəyin hekayəsi 3 dənə ölkə var. Bunlardan biridir ki, Okyaniyada olan bir adamın adı yadından çıxdı. Okyaniyadadılar. Bu Okyaniyani 3 dənə ministrini bizdə nə deyirlər? Nazir. Nazirlik idarə edir. Sevgi Nazirliyi bütün qanunu idarə edir. Sülh Nazirliyi var, müharibəni idarə edir. Adları bəs özdən oynur. Sonra çoxluğun Nazirliyidir, ekonomiyanı idarə edir. Və biri də var idi. Güc naziri. Məlumatı, əyləncəni idarə edir. Ancaq adı yadımda deyil. Mənə belə şöyə İlyada və Odisseyan xatırlatdı. Orada Zeus var, müharibə Allahı var, taxıl Allahı, şərab Allahı. Burada hər ailə, bütün insanlar tək yaşayırlar. Ailələr olmadıqca, əgər ailə yoxdursa tək yaşayır. Başqa insanla yaşamaq olmur. Hər evdə də bir dənə televizor olur. Televizora bənzər bir cihazdır. Qarşısında dursan səni izləyə bilirlər, danışsan işlə bilirlər. Mən başa düşdüm, Sovet İttifaqının əleyhinə yazdıb bəzi. Tam olaraq ad çəkilmir. Orada belə bir fikir var ki, əgər bir şeyə fikirləşsən belə qorxuludur ki, sənin fikirləri oxuya bilər. Düşüncə polisi deyirlər. Oradan belə düşünən insanlar tutulur. Orada da deyirdi ki, uşaqlardan çox insanlar qorxur ki, öz uşaqlarından. O uşaqları ailələr sata bilər özlərindən. Mənə elə gəlir ki, bu əsər zamanəmizdə də hər hansı bir yerlə özdeşləşir. Deməli, bütün dövrlərə xitab edə bilər bu əsər. George Orwell.
Əvvəlcə hekayədə bir yerə gəlmişik ki, bir dəftərlə qələm tapıbdı, qələmə öz düşüncələrini yazır. Amma bu da qadağan deyil, heç bir qayda yoxdur deyə qadağa da işləyir. Ancaq tutsalar cəzası ölümdür. Ölməkdir, xırıldamaq nə deməkdir? Elə öləsən o cəmiyyətdəsə birbaşa söz o dey, yaz öl. İnəklər gəlir, mənim arxamdadır, görmürəm, yoxdular. Gəlmir. Gəlmirlərsə biraz da söhbət eləyək. Gəl, hər gün bir dənə Azərbaycan filmini izləyək. Hər gün yox, ancaq sıx olmağa yaxşı olar. Ayda 3-4 olsa. Səndən əvvəl hər gün birini izləyirdik, sonra müzakirə edirdik filmi. Sən ayrı cür başa düşürdün, mən ayrı cür başa düşürdüm. Uşaq vaxtı mən filmi elə epizodlara görə baxırdım ki, burada məzəli bir söhbət olsun. Dərinliyinə varmırdım. İndi ancaq başqa səfkidə videolara başqa aspektlərdən baxıram. Elə sözlərdə istifadə elədim ki, heç özüm başa düşmədim. Aspekt nə deməkdir? Yəni yöndən Aspekt yön kimi bir şeydir. özüm başa düşürəm və fikri deyən, ancaq qarşılığını tapa bilmirəm dilimizdə. Bugünkü filmimiz nə olsun? Bildiklərimin adı. Sütə siyasına baxmısan? Xeyr. Ona baxa bilərik. O da Sovet İttifaqının yeni yaranan illərindən bəhs eləyir. Müharibə dövründən, müharibəyə gedən insanlar və qayıtmayan əsgərlər, onların acısını yaşayan valideynlər. Sonra Böyük Dayağa baxmısan. O da Sovet quruculuğundan bəhs eləyir. Hə, böyük ayda. Qaraj, Rüstəm kişi. Tütək səsin İsa Hüseynov yazıb. Muğamın adı, təxəllüsü. Əsərini oxumuşam onu. Quru budaq, idiot deyirəm, ideal, bir də məhşər Nəsibdən bəhs eləyir. Yaxşı, 2 film bilir elə biz. Gəldim. Romeo mənim qonşumdur. Şirevdən getdi. Asif Ağasi, Uşaqlığın son gecəsi. Sonra Çörək talon itirilən filmin adı nə idi? Şərhli çörək. Bir deyil, çoxlu videolarımız var, bir-birinə maraqlı. İndi ancaq video çəkə bilmirlər. Çünki ssenari yoxdur. Ssenarini tapmaq olar, yazmaq olar. Aktyor yoxdur, rejissor yoxdur. Operator da ola bilər. Operator biri mən. Yəni kameranı müəyyən yerlərdə yerləşdirdim, çəkdik, montaj elədik. Quruluş verə bilmirlər. Bir də çəkdikləri dizilərə mən başda olanda 3-4-ünə elə belə gözüm sataş səsini eşitdim. 4 kilo arıqlamış. Ət tökür adam. İkimiz elə bir film çəksək, 2 nəfərlik film, onlardan yaxşı çəkərik. Çox maliyyə vəsaitdə getməz. Məkan da axtarmarıq, təbiətin qoynunda söhbət eləyərik və videomuz hazırlanır. İnək arxadan mənə yaxınlaşır, hənir üçün hiss eləyirəm. Gəlsən məndən çəkinir, yanımdan ötdü, geçdi. Doyunca suyu içiblər, qarınları şiş görsənir. Safir geriliyir, əvvəl qabaqda qaçırdı. Söz başladıq bugündən filmə. Yaxşı. Get film tap. Axtarışa ver. Azərbaycan filmlərinin siyahısını çıxart. Bir dənə YouTube-da kanal var elə Azərbaycan filmləri playlist hazırlayıblar. İçində 200-ə qədər Azərbaycan filmi var. Nə qədər çox filmə baxsaq, orada olan sözlərdən istifadə etsək, video çəkmək bizim üçün də asan olar. Atalar deyib dama göl olar. Atın yanına bağlayırlar. Həm rəngi olmasa da həm xasiyyət olar. İndi biz tam bir-birimizə oxşamasaq da xasiyyətlərimiz eyniləşib. Sən də video çəkməyi sevirsən, araşdırmağı sevirsən, mən də. İndi oxşamırıq da bir-birimizə. 30 il bundan əvvələ geçsən, şəkili eyniləşdirsən, eyni olar. Əli, Üzeyir, Həsən, sən, mən. Sabah burada yolda sürüşək. Zızdıb gedək deyirdik biz. Sankam var idi, o qalır. Olmalı. Qalmışda yenisini düzəldək. Sənə Ərzər Əhmədov düzəltmişdi.
Əlamin çəkindi. Deyir ki, belə bərk gedən bir sankadır ki, aparar uşaq atar dəriyə. Əjdər əmi də deyir ki, bəs mən Ayxana düzəltmişdim, niyə kəndə gəlmədi? Bakıda yerim bilsəydim, küçədə götürüb zıv-zıv gedərdim. Biraz bundan əvvəl üşüyürdüm, hərəkət elədim, canım qızdı. Yaxşı vaxtında apardıq, suya qayıtdıq. Bəlkə də rəqib elə bizi izləyirmiş ki, bizdən sonra aparsın çaya, dəriyə, inəklər su içəndə bizim inəklərlə helləşməsinlər. O, salam Raqib usta, necəsən? Çox sağ ol. Çox sağ ol, rəhmət ölənlər uzun. Bakı şəhərində üzrümüz düşmüşdü, videolarda demədim. En yakın adamımız bacımın yoldaşı vəfat eləmişdi. Allah rəhmət eləsin. Allah hər kəsin ölənlərini rəhmət eləsin. Salamat qalın. Növbəti videolarda görüşərik. Ayhan bir araba peyin aparıb tökəcək həyətə. Ayhan sənə kömək lazımdır. Mənə də lazımdır. Gedirəm videonu telefon yükləyəcək, mən də dincələcəm.